Salam aleykum. Deməli, pasientimiz növbəti seansda dekompressiya proseduru keçir. Yəni artıq bədən üzülüb, tamam. Demək olar ki, toxunmaq dərəcəsindədir. Və xəstəmiz, pasientimiz artıq hərəkətlər də edə bilir. Vüqar qardaş, zəhmət olmasa hərəkətlər biraz et. Müəyyən hərəkətlər, məsələn, bu ayaqdan. Gördüyünüz kimi pasientimiz yavaş-yavaş ikinci seansdır. Müəyyən hərəkətlər edə bilir. Yəni bunları indiyəcən əvvəlki seanslara eləyə bilmirdi. Nəinki eləyə bilmirdi, heç darta da bilmirdi. Yəni ki, dekompressiya eləyəndə bu cihazdan ox, yəni ki, ruslarda strela deyirlər buna, bu cihaza. Yəni bu strela aparatında pasientimiz artıq dekompressiya hərəkətləri rahat eləyə bilir. Və qıvırdaqları o ki, jidkis var, yəni ki, maya hansı ki smaska eləyir, o obnovleniya gedir, stenoz gedir, kifoz, lordoz, qrıjalar, protruziyalar, yəni məsafə yaranır və xəstəmizdə Allahın izni ilə, necə deyərlər, gözəl şəkildə müalicə gedir.